Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunan Səsin Rəngi adlı sərginin açılışı olub. Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Rəşid Behbudov Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə muzeyin, Dövlət Rəsm Qalereyasının, eləcə də Rəşid Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri nümayiş etdirilir. Biz onun yaradıcılığını, onun şəxsiyyətini təsviri sənət vasitəsilə əks etdiririk. Bu sərgidə rəngkarlıq, qrafika, heykəltaraşlıq əsərləri nümayiş olunur və burada siz bizim dahi musiqiçimizin həm portretlərini, həm onun yaratdığı obrazları görə biləcəksiniz. Və Milli İncəsənət Muzeyi və eyni zamanda Azərbaycan Beynəlxalq Bankı dəstək oldu və bugün bu gözəl tədbiri keçirtmişdik. Və burada çox maraqlı işlər təqdim olunur. Bu işlərin bir qismidir və bu tədbirlər davam edəcək il ərzində və müxtəlif muzeylərdə, sərgi salonlarında bu tədbirləri biz davamlı olaraq edəcəyik. Sərgidə sənətkarın şəxsi əşyaları da ilk dəfə olaraq ictimaiyyətə təqdim olunur. Tədbirdə Mədəniyyət Naziri Adil Kərimli, tanınmış mədəniyyət xadimləri, rəssamlar və digər qonaqlar iştirak ediblər. Bugün biz bu tədbirdə iştirak eləməkdə mən özümü iki qat xoşbəxt hiss edirəm. Onun üçün ki, bizim bugün nəinki dünya səviyyəsində, mən deyərdim, kainatda olan ulduzlardan da üstün bir şəxsin, Rəşid Behbudovun tədbiridir, onun xatirəsi anılır, onun şəxsi kolleksiyasında olan əsərlər nümayiş etdirilir. Qeyd edək ki, Səsin Rəngi sərgisi 31 dekabr tarixinədək ziyarətçilər üçün açıq olacaq.